Mədəniyyət xəzinəmizin incilərindən olan, böyükdən kiçiyə hər kəsə xoş əhval-ruhiyyə bəxş edən Novruz bayramı ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Azərbaycan Həmkarlar İttifaqları da öz növbəsində Novruz bayramı münasibətilə uşaqlar üçün silsilə bayram şənlikləri təşkil edir. Az yaşları hədiyyələrlə sevindirir. Bayram tədbirləri uşaqların asudə vaxtının səmərəli, mənalı və maraqlı keçirilməsi, eləcə də adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması məqsədi daşıyır. Bu dəfə də şəhid övladları diqqətdən kənarda qalmamış, şənliklərə onlar da qatılmışlar. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Alov Qüllələri kompleksindəki bayram şənliyində şəhid övladlarının iştirakını təmin edib. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızının səhnəyə gəlişi, şən zarafatları, uşaqlarla birlikdə rəqs etmələri onların hədsiz sevincinə səbəb olub. Bayram şənliyinin sonunda uşaqlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bayram sovqatları da verilib. Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası paytaxtın başqa məkanlarında, həmçinin Respublikamızın müxtəlif şəhər və rayonlarında, o cümlədən uşaq evlərində, internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlar üçün təşkil olunan tədbirlərdə də bayram hədiyyələri paylayır.